Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcərin mərkəzində, hündür bir yerdə, demək, 2 ailə uyğun, demək, yuxarıda 2 otaq, aşağıda da 2 otaq, 4 otaq olmaqla bir evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim eləyəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırıram. Ev, demək, Biləcərin mərkəzində yoldan, marşrutdan hardasa 400 metr, 300-400 metr məsafədə yerləşir. Demək, parka, daxili qoşunlara deyilən bir əraziyə yaxın ərazi düşür. 92-91 marşrutlarına yaxındır, yəni 300-400 metr məsafədədir, hündür bir yerdədir, havası təmiz olan ərazidə yerləşir, nəmişlik olmayan ərazidir. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin bu çöldən xarici görünüşüdür. Demək, evin əlavə bir dənə qarajı var, bu qaraj ayrıca satılır. Qarajın qiymətini deyim sizə, bunun qiyməti 13.000, stat qiyməti nə düşər, bu ayrıca satılır. Ev sahibinə aiddir bu da. Ev sahibinə aiddir. Yəni ikisini bir yerdə də ala bilərsiniz. Evlə bərabər də ala bilərsiniz. Ayrı da, evi ayrı da ala bilərsiniz. Qarajı da ayrı ala bilərsiniz. Yəni evin gördüyünüz kimi xarici görünüşüdür bu da. Keçirik evin içinə tanış olağın. Demək, buradan daxil oluruq evin içinə. Girən kimi, bax, buradan yuxarı bir 2 otaq yuxarıdadır. 2 otaq da buradadır. Demək, buradan daxil oluruq. İçəri. Girən kimi belə dəhlizdir. Bura sanuzel hissəsidir. Sanuzelin normal təmiri vəziyyəti. Normal təmiridir də, yəni bərbat halda deyil. Gördüyünüz kimi, yəni hal-hazırda işləv vəziyyətdədir. Bura mətbəx hissəsidir. Kombi sistemləri var, pitmutka var, ayrı-ayrıdır. Yəni isti ilə soyuğu, yəni kombi ayrıdır, pitmutka da ayrıdır gördüyünüz kimi. Buradan keçirik. Bura bir qonaq otağıdır. Qonaq otağı da gördüyünüz kimi bəzi əşyalar amma evin içində qalacaq. Bunu nəzərinizə çatdırım. Qarajın qiymətini dedim, start 13.000-dir. Yəni evlə bərabər də ala bilərlər. Ayrıca da evi ala bilərlər. Yəni buradan da keçirik. Burada bir balaca uşaq otağıdır. Gördüyünüz kimi şkaf qoyulub belə. Uşaq otaqları belə qoyulub. Aşağı otaqlarına tanış oldu. Burada bir qonaq otağı ilə bir yataq uşaq otağıdır. Keçən indi yuxarıdakı otaqlarla tanış olaq, hörmətli izləyicilər. Mətbəxi yenə bir də çəkirəm. Buradan qalxırıq yuxarı. Burada ev sahibi yayda oturub durmasın. Burada da belə bir şərait. Bir dənə balaca bir evdə gözəl bir şərait yaradıb. Hər formada. Burada da bir şərait yaradıb. Burada da yayda qazın zadını qoyub, ərgülməni qoyub. Yəni istifadə üçün belə bir şərait yaradıb. Qalxaq indi yuxarıdakı otaqlarında da tanış olağın. Qalxan kimi buradan. Burada da yenə böyük bir qonaq otağıdır demək olar. Burada yenə də qab-qaşıq yumarsın. Belə bir ev sahibi, belə bir şərait yaradıb. Gördüyünüz kimi. Burada da yenə bir yataq otağı. Bir yataq otağı da burada. Sənədi qeydiyyat olacaq, yəni damavo, köhnə damavo deyirdik. Qeydiyyatla olacaq, bunu da nəzərdə çatdırım. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube-da Seçal Əmlak, Instagramda, TikTokda Seçal Əmlak adıyla orada evlərimizi izləyə bilərsiniz. Bu səhifələrə daxil olursa orada evlərimizi izləyə bilərsiniz. YouTube-da amma Seçal Əmlak kanalının özünə daxil olursunuz. Orada videolar bölməsi var. Orada evlərimiz daha çoxdur. Oradan evlərimizi daha rahat izləyə bilərsiniz. Demək, YouTube-da kodlaşdırılıb, TikTokda da kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın. Zəng vuran zaman evin qiyməti də 65.000-dir. 13.000-də qarajdır. İkisini bir yerdə də ala bilərsiniz, ayrı-ayrı da ala bilərsiniz. Start qiymətdir 65.000-də, qarajda da start qiymət 13.000-dir. Real alıcı olsa, endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözü də hörmətli izləyicilər, ev sahibi deyəcək.